Salam. Bu video təcrübə paylaşımı seriyamızın 3-cü videosudur. Bilməyənlər üçün deyim ki, bu seriyada daha əvvəl yaşadığım təcrübələrdən çıxartdığım dərsləri sizlərlə paylaşıram. Sizin də fikirlərinizi almaq, eyni zamanda sizin həyatınıza bir şey qatdığını eşitmək mənim üçün xoşdur. Ona görə rəyləri bildirməyi unutmayın. Bu dəfə biz tanımadığımız adamların bizə yaxşılıq etmək istəyərkən bizdə yaranan emosiyadan danışacağıq və bunun mənfi bir şey olduğunu deyəcəyik. Deməli, nəyi nəzərdə tuturam? Bir nümunə verim, onun üzərindən izah edeyim fikrimi. Misal üçün, mənim başıma bu formada gəlib, qış vaxtıdır və qar yağıb, hər tərəf sürüşkəndir və mən pilləkənləri düşərkən orada dayanan bir yoldaş, dəqiq xatırlamıram, bəy idi, yoxsa xanım idi, mənə yıxılmaqla əlaqəli nəsə dedi və dedi ki, ehtiyatlı ol bir növ və bunu xoş formada dedi. Amma insan elə bir varlıqdır ki, və ya mən elə bir varlığam, düşünürəm aranızda da bu formada olanlar olar. Fərqi yoxdur nə deyilməsindən, biz hər tutulanda bizim üçün bunu qəbullamaq çətindir. Və orada mən anlıq bir emosiya yarandı ki, mən yıxılmaram, narahat olmayım. Buna bənzər bir emosiya yaranır. Mən belə bir cavab vermədim. Amma belə bir emosiya yaranır. Və ya maşını bəzən park eləmək istəyəndə, mənim maşınımda kamera var, arxanı görürəm və bu onun üçün dizayn olunduğu üçün orada çox yaxşı görsənir. Amma ətrafdan bəzən bunu bilməyib kömək eləmək istəyən insanlar olur. Onlar nəsə deyirlər? Deyirlər ki, misal üçün çatıb məsələn, ehtiyatlı ol, az qala vurursan. Hətta bəzən pis formada deyənlər olur. Dəydin deyənlər olur misal üçün. Amma mən görürəm də, dəymirəm. Hələ də görürsüz, neqativliyi var içində. Mən burada nəyi çatdırmaq istəyirəm? Bu hiss başa düşüləndir. Yəni hələ ki kobud formada deyiləndə başa düşüləndir. Amma yetkin bir insan olaraq bundan uzaqlaşmaq lazımdır. Orada o adamın niyyəti xoş niyyətdir. Yəni ola bilər ki, bəzən hətta sizə kömək olmuş olsun. Ola bilər ki, misal üçün, o mənim sürüşməyimlə bağlı narahat olan bəy xanım, mən onu dedikdən sonra mən daha ehtiyatlı davranım və həqiqətən orada mən bəlkə də yıxılacaqdım, amma ehtiyat nəticəsində yıxılmayım. Və eyni formada maşınımı arasına vuracaqdım. O diqqətimi cəlb etdiyinə görə ehtiyatlı davranıb maşını qorumuş olum, maşını vurmayım. Bu ehtimal var deyə, bu adamın niyyəti xoşdur. Yəni o öz vaxtından ayırıb bizə nəsə bir şey həyatımıza bir şey qatmaq istəyir. Bu yaxşıdır. Baxmayaraq ki, qata bilir, qata bilmir. Baxmayaraq ki, bunu kobud dedi və ya nəzakətli formada dedi. Bundan asılı olmayaraq biz yetkin adam olaraq orada emosiyamıza qalib gəlməyi öyrənməliyik və dönüb deməliyik ki, təşəkkür edirəm, çox sağ olun diqqətinizə görə. Bunu ona görə deməliyik ki, bir onun niyyəti xoşdur, niyyəti xoş olan adam alqışlanmalıdır. Yox, mənim kameram var, narahat olma və ya mənə görə narahat olma. Bunun yerinə biz niyyəti xoş olan bir adamın bu xoş niyyətini qiymətləndirməliyik, müsbət qiymətləndirməliyik. İkincisi isə qoy bu xoş niyyətini başqa yerdə də göstərsin. Biz onu təşviq edək ki, bu xoş niyyəti başqa yerdə də göstərsin. Bu iki məsələyə görə düşünürəm ki, emosiyamıza qalib gəlməliyik və bu tip hallarda pozitiv reaksiya göstərməliyik. Sağ olun, fikirlərinizi bildirməyi unutmayın.